Bu biabırçılıqdır. Belə şey olar. Bu telefonu 25-ci ildə buraxmaqla bunlar nə demək istəyir? Mənim ürəyimin ağrısı Samsung'un yeni model adı ilə buraxdığı A56, hansı ki əslində A55'dir. Odur ki, gəlin başlayaq. Əvvəllər qəşəng seriyalar var idi Samsung'da. C seriyası, A seriyası, S seriyası. Sonra dedilər yox, gəlin hamısını başlayaq kəsə-kəsə getirməyə. Çıxartdılar C seriyasını, çıxartdılar A seriyanın 70 modelini, onu çıxartdılar. Saxladılar ancaq və ancaq A seriyasının belə ən lazımlı, ən yaxşı satılanları. Məndən kimsə soruşursa ki, hansı Samsung aldım? Misal üçün Samsung'a insan yönəlirsə, mən həmişə dedim ki, baxın, mən sizə məsləhət görürəm ki, pulunuzu hədər verməyin. Yəni gedib qənaət edib A-nın A seriyasının aşağı modellərini almayın, zəifdilər. Hər halda əvvəllər çox zəif idilər. Və ondansa salamatı 50-ci seriyanı alın. O vaxt A50 idi, A51, A52. Onda hər şey yaxşı gedirdi. Amma deyək ki, indi neyinlər? Bunlar da kəsə-kəsə gedirlər. Son məlumata görə bu kabeli, içindəki olan qoyulan kabeli maksimum şarj dəstəyi 25 wattdır. Bilirsən də bu telefonlara belə qəribə adlar qoyulur. Hə, məsələn, nanə yaşıl, okean göy. Hə, ona görə də burada sadəcə yaşıl qoyulur. Yaşıldır. Düzdür, yaşılın da yaşıl fərqi vardı. O da var da. Bu məsələn adi yaşıl deyil. Bu doğrudan da belə ya nanədir, ya bozla yaşıllığını qarışdı. Maraqlı yaşıldır. Bilmirəm kamerada nə dərəcədə görünəcək, amma dükanda gedin baxın, İrşadda yer gəlmişkən. İrşada həmişəki kimi çox sağ olsunlar ki, bizə ən yeni model smartfonları təqdim edirlər ki, biz də onları sizə göstərik. A55 də mənim əlimdə olub və bu da və ümumi parametrlərə baxıram, test təəssüratlarına baxıram ki, A56 biraz dəyişib və doğrudan da çəkisi biraz azalıb. A55-ə baxanda yüngülləşib. Biraz sanki belə incə olub. Amma valla belə bu kateqoriyada adam istəyir ki, əksinə, telefon nə qədər ağır olsa, sambalı olsun telefonu. Narahatlıq verən nədir? Burada güya artıq yəni leveldir. Level nədir? Yəni S-ə biraz yaxındır. Yəni kənarlar dəmirdir. Bunun bəzi A seriyasının 50-ci seriyalarında mən hiss eləmirdim. Yazılar metaldır, amma metal kimi hiss olunmur. Mənə hardasa elə bir ki, variant gəlir mənə. Heç tuta bilmirəm, amma sübut da elə bilmirəm. O ən pis, ən adam partida oldu, sübut elə bilmirsən. Burada yox. Adam üstündə Allah var. Nə də olmasa metal qoyublar. Amma konkret olaraq burada bizə nə ediblər? Artıq burada söz söhbət olmasa. Burada cilalanmış bir alümin qoydular. Konkret olaraq üstünə heç nə vurmayıblar. Yəni elə bilirsən ki, yəni kimsə bunu elə belə bu stanokda da belə məsələn tanışım var, bir dənə nə deyirlər o çilingər belə düzəldir belə. Baxırsan ki, düzəldib amma o deyil, yəni sənaye üsul deyil. Kənarları ki, aşağıda adamın əlinə batır. Bu heç rahatlıq deyil. Bu heç rahat deyil, yəni sizə bəri başa deyil. Rahat deyil. Görünüş bəli, parıldayır, metal kimi görünüşü var, toxunuşu metal kimi toxunuşu var, 100%, 100%. Amma rahatdır, xoşdur, yox. Bunu mən öz təəssüratımla deyirəm, yəni də siz də öz şərhlərdə öz fikirlərinizi yaza bilərsiniz. Hər kəs fikirləri yazmağa sərbəstdir. Və bir də ki, kamera blokunu da belə sanki üstdən qoyublar. Və bunu görənlər də hamı biləcək ki, əgər Samsunglardan bir balaca xəbəriniz varsa, bilin ki, bu Galaxy Fold-un, yəni bu qatlanan Samsunglar var ha, onlarda birinci bu dizayn çıxdı. Kameranı belə eləyək. Çünki 16-nın da dizaynında, yəni 16-da da belə gəlir. İstəmirdim bunu. Demək sonra mənə ittiham edirlər şərhlərdə ki, sən iPhone-tusan, nə bilim, nə sən hər yerdə iPhone. İstəmirəm Apple-la müqayisə edim. Kör sən demişkən gör də, yəni bu iPhone 16-dır. Yeniliklərdən nədir? Artıq burada yalnız 2 SIM kart yerləşdirə bilərsiniz. Yaddaş kartını yığışdırdılar. A55-də var idi. Burada dedilər ki, yox, bəsivizdir. Böyük yaddaş alın, bəs alın. iPhone deyirsən, iPhone oxşurlar. iPhone-un birinci istifadə etməyə başladığı yeni növ qutu plombaları necə idi? Hatırlayırsan da, o belə açılır artıq. Bəli. Bunlar da bundan eləyiblər. Yəni bunlar da belə keçiblər. Məhz belə açılır. Ekran da A55-dən bu tərəfə mən ciddi bir dəyişiklik görmürəm. Bəli, super AMOLED-dir. Əlbəttə ki, ekranın rəng götürməsindən, parlalığına sözüm yoxdur. A55-də də əla idi, burada da əladır. Çərçivə göz çıxarır. Çərçivələr var ha. Aşağıda elə bir ki, danışır sənlə. Bax, yəni 1000 manata yaxın olan qiymət olan telefon üçün bu çərçivə artıq o deyil. Okey də bunu deyirsiniz ki, büdcəlidir. Yəni bu 1000 manata yaxın deyil telefonun qiyməti. Yəni 1000 manata doğru gedir artıq belə deyək. Yəni
necə bu cür çərçivələr qoymaq olur. Belə, o ki qaldı telefonu yüklənməyinə, açdım telefonu, yəni biz aktivləşdirdik telefonu, Google Play Marketə girdik, falan. Gördüm ki, burada yenilik var, görüm menyu nəsə yenilənib, xoşuma gəldi. Yəni daha rəngarəng yollu, söhbət One UI sistemindən gedir, Samsungun özünün proqram çevrəsindən və görünən odur ki, Android 15-də o doğrudan da yeniləndi. Mən danışdığım bəzi mənfi tərəflər hələ nədir ki bu? Hələ əsas mənfi tərəf qabaqdadır, yəni biz ona çatmamışıq. Hə, belə, yəni proqram çevrəsi haqqında heç bir pis şey deyə bilmərəm, yaxşıdır. İndi də gəlin keçək smartfonun çipinə. Bəli, ağlamaq tuta bilər adamı, doğrudan da çünki fikirləşirsən ki, bir il keçdi üstündən, prosesor üzərində bizə nəsə bir yaxşı bir xəbər gələr bu telefondan, digər ki, heç bir yaxşı xəbər deyil. Bundan əvvəlki modeldə Exynos 1480-dir, burada oldu 1580. Yəni, Exynos'un bir nəsil qabağa getdi, amma digər ki, bu Exynos'u yığışdırmırlar, qardaş, dirəniblər. Dirəniblər ki, qardaş, Exynos qoyuruq. Gedin özünüz, gedin kimə siz şikayət edin, gedin BMT-yə deyin, gedin Trump'a deyin, kimə deyirsən, biz beləyik, biz Exynos bizdə qalıb skladda, biz onlara elə 10 il qabağa qalıb elə nə qədər işlədəcəksə bitməyəcək. Qardaş, hətta aşağı bir çox modellərdə artıq Snapdragon qoyublar. Düzdür, Antutu'da ballar daha çoxdur, amma digər ki, bunun xeyri varmı bizə? Məsələ budur. Çünki biz mütləq oyunları yoxlayırıq və oyunların şahı olan, kralı olan PUBG, dostlar, PUBG-ni yüklədik və nə nəticələr əldə etdik? İndi bizə Hilal bunu danışacaq. Çox qəriz bir şeylər baş verirdi burada. Deməli oynayıram, görürəm ki, su səsi var ortalıqda. Sudur, ay Allah, burada heç nə yoxdur axı, sudur. Sən demə, mən HDR ayarda qoymuşam. Təbii ki, HDR dəstəkləyir, amma necə? Digər vacib olan elementləri görsədə bilmir telefon. Bir dəqiqə, HDR var burada. Yəni menyuda HDR qoymaq olur. Yəni bu yetəri qədər yüksək ayar deməkdir. Çünki yüksək səviyyəli telefonlarda elə HDR-la oynayırıq çox vaxtı. Amma HDR-a qoyanda oyunda problem yaranır. Bildiyin suyu vermir mənə. Mən görmürəm ki, mən hardayam. İndiyənki kadrlardan görürlər necə bir problem var. Yəni çox gülməli bir problemdir. İndiyə kimi neçə dənə telefonu test eləmişik, heç vaxt belə bir problemlə qarşılaşmamışıq. Yəni olub ki, telefon deyim ki, qardaş, mən ancaq HDR ayarda açıram, bunda oyna. Bu deyir ki, yox, mən HDR ayarda açıram. Amma suyu vermirəm sənə. Amma digər kölgələri verə bilmirəm sənə, belə dona verəcəm sənə. Amma bu necə olan bir şeydir? Dediyin kimi PUBG-ni yarım saat oynadım. Qızma hiss elədim. Çoxdandır mən telefonda qızımı hiss eləmirdim. Bundan qabaq çəkdiyimiz telefonum. Bunda hiss elədim. Hələ ölçdüm də 39 dərəcəyə qalxdı. Hətta daha da çox qalxa bilərdi. Mən harasa bir oyun oynadım. İkinci oyunu keçsəm bəlkə 41-42 görəcəkdi bu. Yəni bu da o deməkdir ki, bu telefon PUBG oyun telefonu deyil. Qardaş, sən nəyə gözləyirsən ki, Exynos prosesorlu telefonlar bizdə az olur testlərdə, ona görə. Əsasən olur, Snapdragon'dır, Mediatek'dir bu və s. Ona görə də onlar da pis yaxşı oynayırlar. Amma Exynos bir başqa leveldir. Deyir, götürür sadəcə olaraq oyununu oynayır, amma sən dediyin kimi məsələn suyu göstərmir. Sən gedirsən bilirsən ki, otda gəzirsən, sən də suyun içindəsən. Düşün, amma ona görə də A56-da hələ də Exynos'un qoyulması bu smartfonun əsas problemlərindən biridir. Keçək indi bu smartfonun şarj sisteminə. Burada yenilik var, çünki A55-də maksimal şarj sürəti 25 Watt idisə, burada qaldırıblar 45 ediblər. Bəli, akkumulyator özü dəyişməyib. Qətiyyən, konkret olaraq demək ki, eyni akkumulyatorda sadəcə şarj dəyişib. Düzdür, adapter içində yox. 45-li deyim ki, hə, dəyişib, artıq 45-dən işlədir. Yox. Adapter al. Usta demişkən, pajalusta. Şnur deyilənə görə ancaq 25 Watt dəstəkləyir. Bu da maraqlı bir şeydir. Nə oluyor? Bax da. Keçək kameraya. Kamerada doğrudan da dəyişiklik görməyə çox çətinlik çəkdim. İndi fotolara qoyuram qabağınızda və görürsünüz ki, günorta vaxtı çəkilən fotolar həmişə kimi A seriyanın 50-ci modellərində həmişə yaxşı olub. Bu heç bir dəyişiklik burada yoxdur. Bəli, günorta vaxtı istər rəng götürmək, istər ağ balansı, istər də
detallar, hər şey yaxşıdır. Amma A55-də də yaxşı idi, burada da yaxşıdır. Orada da 50 megapiksel idi, burada da 50 megapikseldir. Orada da yəni 3 kamera idi və deməli yaxınlaşdıran kamera yox idi, burada da yoxdur. Yenə də heç bir şey yoxdur. Orada da geniş bucaqlı bu gündə idi, burada da bu gündədir. Orada da 4K çəkirdi, burada da 4K çəkir. Digər ki, ön kameranı niyəsə qaytarıblar yenə də 12 megapikselə. O 55-də 32-yə qaldırdılar, burada yenə də 12-yə saldılar. Niyə? Çox deyirlər. Nə bilməm. Yox, bu çox deyir. Yəni, fala baxmaq lazım idi. Falçılara falan versə, görüb tapaq görüb bu nə sirdir, bu nə hikmətdir belə. Prosesor daha yenidir, amma kameranı downgrade ediblər, upgrade əvəzinə. Ön kamerada artıq 60 FPS yoxdur. İndi gəlin videolara da baxaq. Videoların keyfiyyəti necədir? A56 ilə ön kamera ilə çəkirəm. Burada yenə də 4K 30-dur maksimum keyfiyyət. Gəlin bu küçənin adını yaxınlaşdıraq. Keçək 0.5-ə. Belə də keçid və ya yenidən 1-ə. Keçək 2-yə. Bu da gördüyünüz kimi göz qabağında. Biraz da yaxınlaşdıraq. 3x. Onu da vurğulayayım ki, burada doğrudan da kameranın menyusunda dəyişikliklər var. Yəni bu kameradan kameraya keçid, misal üçün daha hamar, sanki stabilləşdirmə də biraz daha yaxşı işləyir. Yəni sürətlənmə hiss olunur kameranın işində. Bu da pis deyil, bu da yaxşı bir şeydir. Çünki zəhləm gedər kamera donan işləyəndə. Doğrudan da yəni kameranın keyfiyyətindən getmir ha söhbət və videonun keyfiyyətindən getmir ha söhbət. Sırf menyu var ha. Bir dənə nədənsə nəsə keçirsən ha, kameradan kameraya keçirsən, görsən ki, telefon keçinir orada. Dönür belə şeylər görürsən. Elə şeydən zəhləm gedər. NFC-lər falanlar hamısı var. Sürətli yaddaş burada var. Yeri gəlmişkən 128 və 256 versiyası var. 8-12 RAM versiyaları var. Prinsipcə A55-də bütün bunlar var idi. Xoşuma gəlməyən o oldu ki, birinci Exynos çipi qoydular bura. Güclü modeldən Snapdragon istəyərdik. Onu qoymadılar. Kameraları demək olar ki, dəyişmədilər. Başqa da camisi nə desən? Hə, şarj sürətini artırıblar. Bu müsbətdir. Buna görə like. Sırf Samsungda bizim xalqımızda sevgi böyükdür. O markaya etibar var ki, Samsungdursa pis ola bilməz. İllərlə çeşka ilə çeşkadır deyərək, yəni bir markadan yapışıb, hələ də ancaq onu ideal sayanlar var. Kamera, foto, video pis deyil. Pis deyil, özünüz də bunu görürsünüz, bunu sübutlarda qoyuram. Amma digər ki, bu telefon bu qiymətə dəyirmi? Belə fikirlərinizi yazın. Dəyərmi A seriyasına pul verməyə, yoxsa yox? Amma belə yox da, əsassız ki, yox, belə ona ağlı yoxdur, yox. Xahiş edirəm, öz fikirlərinizi bildirəndə yaxşı olardı ki, əsaslandırasınız. Niyə görə? Argumentləriniz nədir? Belə, fikirlərinizi gözləyirik, şərhlərdə kanala abunə olub və videonu bəyənməyi unutmayın. Biz də növbəti videolarda görək mövzu nə seçək və nə haqqında video çəkək.